Danışacağımız qəhrəman bir nəslin şəcərəsindən gələn bir xanımdır. Ədəbiyyatda Həcəri özündən ay qoçaq nəbi deyilən qəhrəman Həcərin adını daşıyan bir zərif xanımdır danışacağımız xanım. Bu xanım elə xalq qəhrəmanlarımızın kötücəsidir, bəli. Onun kimi at çapır, əməlləri ilə heç də ulu nənəsindən Həcərdən geri qalmır. O xəbərin olsuna özəl müsahibəsində ulularının qəhrəmanlığından danışıb və babası qaçaq nəbinin məzarının tapıldığını bildirib. Gəlin izləyək. Bir neçə ildir ki, qaçaq nəbinin məzarının tapılması istiqamətində axtarışlar aparılır. Həcərin məzarı tapıldıqdan sonra bu işlər daha da intensivləşdi və nəhayət ki, nəbinin dəfn olunduğu yer məlum oldu. Qaçaq nəbi və Həcərin kötücəsi Həcər Ələkbərova bildirib ki, bu işdə bir çox insan onlara dəstəyə çıxdı. Bunu qaçaq nəbi Həcərin oğlanların soyundan olan insanlar tapılmasına kömək edib, dəstək göstərilib. Həmin video görüntülər bizə göndərildi və biz bu məsələnin dərhal araşdırılması ilə bağlı məşğul oluruq. Bizdə olan məlumatlar, görüntülər var. Hansı ki, həmin görüntülərdə konkret ad yazılmasa da, çünki o vaxtı məzarlar gizlədilərdi, yəni bildirilməzdi. Düşmənlər tərəfindən təqib olunurdu, məzarlar dağıdıla bilərdi. Lakin həmin məzarda müəyyən bir nişanələr var. Başdaşında müəyyən bir nişanələr var ki, onlar sırf bizim millətə məxsusdur. Həm orada aynalı tüfəng var, oyma işləməli qabağa çıxıbdır. Həm nəbinin papağının quruluşunda bir işarə var, həm də ki, balaca silah var ki, kiçik silah. Bu da satqınlıq nəticəsində öldürülüb mesajını verir. Yəni, nəbinin adı qeyd olunmasa da, həmin başdaşındakı olan görüntülər, nişanələr böyük ehtimallıqla nəbinin məzarı olduğunu bildirir. Nəbiyə aid olduğu ehtimal edilən başdaşı Urmiya gölünün ətrafında aşkarlanıb. Həmin məzar Urmiya gölünün ətrafında elə mənbələrdə keçilən ərazi eyni yerdədir, fərqli bir yerdə deyil. Sadəcə qəbristanlıq söhbəti var ki, qədim və yeni qəbristanlıq var. Oradakı olan yaşlı nəsil insan da danışırdı və o da bildirmişdi ki, gecə ilə dedilər ki, Nəbi kəndə gəlib, amma səhərsi gün Nəbi yox idi. Sui-qəsd nəticəsində öldürülüb deyəndə kənd cəmaatı artıq xəbərsiz qalmışdılar. Maraqlı isə burasındadır ki, digər məzar daşlarında sadəcə daşlar qoyulsa da, kiçik daşlar qoyulsa da, Nəbinin məzarı xüsusən qıraqlarında Həcərin məzarı kimi hasara daş, qədim daşlarla örtdüyün, yəni ətrafı hörülüb və ortasında isə dediyim kimi həmin nişanələrlə olan başdaşı var və çox-çox istəyirəm ki, həm bir Azərbaycan xanımı kimi, həm o soydan, şəcərədən olan bir insan kimi çox istəyirəm ki, Nəbinin məzarı gətirilsin, elə ömürgün yoldaşı Həcər xanımın yanında dəfn olunsun və yaxud da ki, həmin yerdə Həcər xanım məzarı kimi bərpa olunsun. Xatırladaq ki, Həcərin məzarı Qubadlının Aşağı Mollu kəndindədir. Əli Novruzəliyev, Ramin İsmailov. Əslində qalanda Urmiyada qədim Azərbaycan torpağıdır, Cənubi Azərbaycandır, amma kötücəsi deyir ki, elə Qubadlıya öz Həcərinin yanına gətirilsin. Yetər ki, o məzarının olduğu tam olaraq öz təsdiqini tapsın. Bilək ki, bizim xalq qəhrəmanımızın olduğu bir yer var. Bəlkə də nə zamansa insanların çox saylı ziyarət yerinə də çevrilə bilər.